həkimlərin vəzifələri bundan ibarətdir ki, həm mütləq müayinələrin nəticələrinə əsasən, həm də ki, vətəndaşların səsləndirdiyi fikirləri uyğunlaşdırmaq və qərara gəlmək ki, bundan sonra buna əlavə müayinə göndəriş verilməsi zəruridir və yaxud yox. Yox, əgər görürlər ki, normalardan hansısa bir göstəricilər kənara çıxdığı halda əlavə müayinə təşkil olunur. Həmin şəxslər o klinikalara getməyi, bunlar məcburdular, onların vəzifəsidir. Axı sən səslənirsən, deyirsən ki, mənim tutam ki, sağlamlıq durumunda problemdir. İndi bu problemi biz ortaya çıxartmaq istəyirik. Dövlət kifayət qədər vəsait xərcləyir bu məsələdə. Və hamısı, bütün müayinələr, bütün əlavə müayinələr, bunlar hamısı pulsuz həyata keçirilir. Hətta növbədən kənar da. Qanunda nəzərdə tutulub ki, çağırışçılar, hərbi vəzifələr növbədən kənar qəbul olunmalıdır klinikalarda. Nəticəyə gəlinir ki, misal üçün, müvəqqəti yararsızdır bu həmin anda. Kardioqraması yerində deyil, yəni üzüsü yerində deyil, rengində yerində deyil və s. Bu ilə belə, deməli, avtomatik o qərar qəbul olunur. Ona görə ki, bunlar artıq qənaətə gəlirlər ki, bu adam xidmətə yararlıdır, yoxsa yox. Və vacib məsələ budur ki, hamı başa düşməlidir. Bu gəldiyi qənaət, həkimlər gəlməlidir o qənaətə. Hərbiçilər yox, bizim zabitlər yox, həkimlər.